Ne başınızı ağrıdı? Ay gelin. Bak gör ne ters ettik. Hoşuna gelir mi? Ayda ne geçeydi. Mu bak. Çok sağ ol Bəs xala, çok sağ ol. Sen de sağ ol. Yaxşı erinme. Gel onu tak kaynanayım boynuna. Ceyran xala, bak gör ne ters etdik. Yaxşı sepdi. Amma sənin boynunda çox ucuz görsənəcək. Deyirəm, abəs, yaxşı elif sef alıbsan. Yaşlı adamsan. Bilmək olmaz. Xəstələni beləsən, yenə satıb onu dərmana verə bilərsən. Çox ağıllı iş. Arzu, görürəm Sefdən xoşun gəlir. Ala, ala, ala dur. Sağ ol. Yarım saat kalsın sende. Tak boynuna, gözün kurdunu öldü. Sonra gene kaytararsan özünü. Niye keyfin yok da qumrum? Ne bileyim ay Teymur, neyse biraz halsızam. Sənə bir məsləhət verim də. Səhər yeməyindən yarım saat qabaq bir çay qaşığı qara zirə yağı iç. Gör nətər gümrah olursun. Doğrudan. Qara zirədə ölümdən başqa hər dərdə əlac var. Məni görmürsən maşallah top kimiyəm. Sınamışam da. Deyəsən yenə qumruya görə gəlib. Qardaş, zəhmət olmazsa restoranı tərk edin. Niye? Bugün burada iməclikdir. Belə sanitarlı dendi. Yeməyimiz hazır deyil. Aşpazımız gəlmirik. Çay vermirik. Çox variant deyə bilərəm. Amma mən beynimi çöndərməlimlə xata çıxar. Hər kələ xahiş edirəm restoranı tərk edin. Hiç olmasa bir imkan ver, cemaatla görüşün de. Burada ne var ki? Hadi yaxşı, görüş tezlə tərk elə. Vaxtımızı alın. Qımrı xanım, icazə verin sizin ağ güvərcinə bənzəyən əllərinizdən öpüm. Nədir, boş əl tapmışsan burada öpüm. Ha, mən hansı restorana gedirəmsə, centilmenlik nümayiş elətdirib, afiyantın əlindən öpürəm. Ha, burada nə var ki? Belə centilmensən İsmail'in əlindən öp, nə qədər istəyir. Hə, deyən görüm, mən bura əl öpməyə gəlməmişim, iş təklif eləməyə gəlmişəm, iş. Qardaş, sənə dedim ki, buranın ağsaqqalı mənəm. Sənin iş təklifin bizə lazımdır. Çıx bayıra, çıx restorandan bayıra. Bir ağsaqqal sözü deyirəm, sən çıx bayıra. Teymur çizgiyle bir tərəfə. Ne ağsaqqal saldım sənə? Ne ağsaqqalı baba? Buna bak, hadi kapos. Hemen kafalı yapın, kafalı. Nə iş təklifi də ağsaqqalımız? Bax, mən deyirəm ki, abaz, gəlin latariya oynayaq. Ayda 100 manat verirsən, deməli, hər dəfə bir nəfər ayda 1000 manat götürür. 1000 manat, Baloğlan, biz eydiyanı. Niye koymursan düğümüzü arttı ya? Ay mama, Bəs xalan Sepin görməmsiz? Bəyaz stolun üstündeydi də, yoxdur bəyəm. Yoxdur mama, heç yerdə yox. Yox da heç yox. Görün harada. Aşağı düşün. Ay qızım, sən bəstinin xasiyyətini bilmirsən. Sən axı o qaynanayın xaltası niyə götürüb baxırdın ki, indi də itsin, hə? Eşi tapılması da canımız sağ olsun. Yəqin bəs xala heç nə deməz, keçər bizim üçün. Hadi sen ne danışırsan Bir adam ki öz elçiliğinde gümüş kaşık ittiğine göre kaynatasına 15 tutkalıq içeri saldırsın. O senin için kızıl sepi çek keçer. Deyirəm, o sefi mütləq tapmaq lazımdır. Mən bu ömrümün çiçəkliyən vaxtı gedib türmədə yatası halım yoxdur. Allaha ən xoş gedən əməl dua eləməkdir. Gəlin dua eləyək ki, Sep tapılsın.
İsmailin danışdığı sözlər xarici sünnət toyuna gedib. Gələndə isə xarici qastrol səfərinə getmişdim deyən müğənnilərin danışığından heç nə ilə fərqlənmirdi. Hamının adını yazdım. İsmail, sən də oynamaq istiyorsan sənin də adını yazın. Amma oynasan, biri 100 nəfərin yerində oynayır. Sən öz yerini oyna İsmail, sonra 100 nəfərin yerini oynayarsın. Yəni, bir nəfər var, dostumdur. Ona zəng edeyim, baxım oğluysa onun da adını yazın. Zəng edeyim ona. Nə yazmışlar? Alo. Maradona bura. Atam bizə sən İsmail'dir. Sağ ol, sağ ol, sağ ol. Maradona, İsmail, salam demə. Maradona, o paltarlar göndərmişim, çatdı sənə. Maradona paltarı sən niyə göndərsən? Mən evdə giyinmədim paltarlar, Maradona göndərəm. Hara Argentin. Alo, hə. İşte atam, biz işdə, lotereya oynayırıq da. Ayı 100 manat. İstəsən səni də adımı yazdırım. Ağırda da 1000 manat götürün. Hə, oynayırsa, Allah, bir də Maradona adını yazdı ora. Yaz, yaz. O da oynamaq. Yaz, Maradona adı ya. Alo, yazdırdım atam. Nə var? Ayın 7-si. Benim vaxtım olsa gələrəm bura, vaxtım olsa gələrəm. Yaxşı qaqaş, yaxşı. Yaxşı atam, yaxşı. Allah, mən nə qələt elədim buna, zəng elədim ala. Nə oldu ye? Maradona deyib, ayın 7-si nəvəmin sünnət toyudur. Kiribə sənsən. Git də dəli deyəm, kiribə git də. Hansı var, necə gedim Buradan da Peleyin DJ yaxı. DJ gəldi mənim nəvələrimə kiribəri eləmədi. İndi gəlsən Maradona nəvələrini kiribəri eləyirsən. Ne elirsən elə, o yeməyin suyunu biraz bol eləyin. Qonşular da çağırın, gəlib yesinlər yeməkdən. Gələ bilməsələr, yeməkdən paylayıb yollayın. Ceyran xala, nəsə bir keyf gördüm səni. Sən bir keyf olanda mənim keyfim açılır, Ay Talib, Sepidir, ona görə qanımız qaradı. Septir. Hər şey yox, septir də, dünya malı dünyada qalar. Sevə görə qanınızı niyə qaraldırsınız? İsmət, sənə nə dedim? Ağlın özünə getməsin, talih mərd adamdır. Çox mərd. Ay Talib, onda Bəsti xalanı özün başa salarsan, hə? Şimdi anam sepə görə nə deyəsiniz? Mənim anam sepdir. Başa düşmədim, bir dəqiqə dayan, mənim anamın sepidir. Bir ovu sevişka deyir ki, deyəm ki, dünya malıdır, dünyada qalacaq. Anamın sepi tapılmalıdır, yaşatmaram sizi. Qulasın qismət, anamın sepi tapılmasa, səni türməyə yola salacağım. Baba, səni ərinə Feradaça daşınmağa yola salacağım. Qoca, səni qəbrə, Ceyran, səni də ərə. Sepi tapılmalıdır. Talih məqsad deyil, talih işğalının nəvəsidir. Çatdı fikrim sizə. Hər yeri axtarın, hər yerə baxın. Baxdım, kart falında baxdım. Püşkdə adım ikinci çıxacaq. Çıxar inşallah. 7. Ürəkli olsan da götür. Mən axırıncı düşdü. Mən axırıncı düşdü ki. Mənə birinci düşür. Xeyr ola, birinci sənə düşür. Bilirsən nə var? Burada nəsə fırıldaq. Mən götürmürəm. Nəyə gələr? İkinci düşdü mənə. Mən axırıncı oldum. Hamısını götürmədim. Mənə yenə də birinci düşdü. Yox, burada nəsə fırıldaq var. Onu iki dəfə püşkatırsan, ikisində də birinci sənə. Bir dəqiqə, nə fırıldaq var? Gül kimi orada püşk atmışıq, mən də ikinci çıxmışam da. Sən nə deyirsən, ne kansı var? Sən nə deyirsən? Aynen danışmaya mənə teyus. Məni qatıyla zatdan qorxuz be. Bir də gel, nə kasıdır göstərsən? Püşk atma demirsən? Gələ püşk atmana ataq. Gəl. Qarışdı.
Qarışdırın. Yaxşı. Görək bu dəfə bahanəsi nə olacaq. Birinci. Deyək. İmkan ver. Bir. Götür. Hansı var götür. Mənə yenə də birinci düşdü. Tez, davay. Bir ayın pulunu yığın verin mənə. Yatsaydım yuxuma da gəlməzdi ki, qudan bəstiyə sep alacam. Özdə qızıl. Ay mama, Hə. mən də Talihdən xəbərsiz 500 manat pul yığmışdım. Gəlib onu da qoyaq ortaya. Qoy bura. Ay Arzu, özün bilirsən də biz ki bacıyıq. Əgər pulumuz olsaydı axırıncı qəpiyinə kimi verərdik sənə. Bilirəm də. Mən də qaynanamdan xəbərsiz 200 manat pul yığmışdım. Aa, nə yaxşı, heç mənim xəbərim yoxdur. Qismət. Biz o 200 manatı mən özüm verə bilmirdim. Güya Arzu döndürü yoxdur. Mən də pis günümə biraz pul saxlamışdım. Elə onu da qoyun da bura. Ay Qismət, Orduxan baba bir şey vermədi. Hə, yaxşı yadıma düşdü, tamam, verib. 2 dənə vermişdi, hara qoydum? Sənə vermədim. Nə vermirsən mənə? Tirdim mən bunu. Hə, buradan. Nə qədər qoyun? 2 dənə konfet verdi. Dedi cüzüm bana çatır. Mən də lap dar günümə saxlamışdım biraz pul. Neyniyim da? Onu da qoyuram bura. Nə oldu, düzəldi? Nə qədərdir? Say görək. Çatır. Ayda, yenə çatmır. 200 də olsaydı düzələrdi. Lap dar günümə saxlamışdım ala. Bu da 200. Çatır. Hə, düzəldi şükür. Nə oldu abala, düzəldi mi pul? Düzəldi Orduxan baba, düzəldi sağ. Düzəlməlisə 2 dənə də konfet verə bilərəm. Yox, ehtiyac yoxdur, sağ ol. Hə, lap yaxşı. Sən bura bax, gör o puldan sıxışdıra bilsən, babana da bir yarımca kilo təmiz ikra alarsan, qarası olsun. Yaman könlümə kişi. Salam ay məhəbbətim. Salam da, salam. 50 dəfə dedin, 50 dəfə də cavabını dedin ki, salam ay Sevdə, salam. Yenə gəl... Buna iyi da sən üstündən gəlir. O sən tumbuçkanın üstünə ətir alıb qoymuşdun, Ha? Ondan vurmuşam da üstümə. Başı batmayasın, yazıqsan. O ətir deyil, o tarakan dərmanıdır. Amma yaxşı, axşama qədər qalsın bəlkə effektini gördük. Ay məhəbbətim, səni görüm yuxudan ayrılmayasan. Yuxuda görürəm ki, sən məndən boşanırsan. Yuxun için çıxsın əzizim. Amma yuxuda heyf ki, əfsuslar olsun ki, o yuxudur. Yuxuda görmüsən onu. Sonra təzdən yuxuda gördüm ki, sən üzüyü mənim başıma çırpırsan. Elə gördüm. Dedim yuxudur da, dedim ki, yuxudur, elə şeyə inanma da. Nətər yuxudur ya məhəbbətim, deyirsən yuxudur. Bəs yaxşı yuxuydusa, onda mən ki səhər durdum yerimdən. Onda mən bəs başım niyə ağrıyırdı? Sevda, başım ağrıdı, başın ağrısın, başım ağrıdı Sevda. 50 dənə sözü bir nəfəsə deysən, başımı şişirdi sən. Yuxun çin çıxdı Sevda, səni boşadım, yeri get, üzüyü də başına vurmuşdum. Dayan məhəbbət, dayan mən buradan çıxım. Gedib Talihə deyəcəm ki, məhəbbət məni boşadı. Hadi Talihə deyimsən, sən ki, Terez qabırsanlıq Şıxali babana dedənə, yeri get. Ebi Abbasın öz oxuduğu mahnıların sözlərindən xəbəri olmadığı kimi, Qumrunun da Balıqlanın restorana ona görə gəlməyindən xəbəri yox idi.
Sağ ol İsmail. İsmail, gələ bu pulu. Qumru xanıma bir stəkan təbii şirə apar ver. Özü də denən ki, Baloğlan müəllim göndərdi. Mən gözləmişdim. Baloğlana bax ya. Latariyanın birinci ayının pulunu götürüb bizim pulla Qumruya sok göndərir. Qoy ikinci ayın pulunu mən götürüm. Qumrunu yaşadacam. İsmail, ne oldu? Maradona Latariyanın pulunu göndərmədi. Yo, mən Maradona dedim. Dedim, bu ay Teymur sən əvəzimə qoydu pulu. Deyir, sağ olsun. Gələn ayda mən də qoyuram onun əvəzinə. Danışdım da. Maradona da belə getdi. Məhəbbət. Eşitdim Sevdanı boşayırsan ha. Ay Talib, kuzu Kazım, ha o Sevda geldi mənə də dedi. Başa salıram ki onu yuxuda görüb, nə boşanmaq. Ha nişan üzüğünü kızın başına çırpırsan. Sen ne danışırsan? Ha kardeş, deyirəm yuxusunda görübdü. Gəldim deyir ki, gəldim başına üzüyü çırp. O hamısı yuxuda görüb o üzüyü çırpmaq başına. Ha ne danışsın kızın başında üzüğün probası görmüşəm. Sen ne danışsan məhəbbət? Ağıllı ol ha məhəbbət. Ağıllı ol. Ben Ceren seninle görüştüm. Yok, görüşmədim. Ne dersen? Sağ ol. Ne var? Sağ ol. Geldin mi? İşte şükür Allah, her şey yaxşı. İşlemek lazım değil mi? Biraz agresifim bu aralar. Evi yoxdur. İnsanlık halı. İnsan... Canım başım. Sevdayla ne tər durumunuz? Ben ne danışırdım? Harada kalmıştım? Ay heç nə, sən hirsli mənə dedin ki, məhəbbət ağıllı ol, ağıllı ol. Ağıllı ol, məhəbbət. Yaxşı, ağıllı ol, ha, məhəbbət. Ağıllı başına yıx. Bir de belə cici yuxular görsən məhəbbət, sənin yuxuna girib, sənin ağılını başına yatırayım. Çatdı fikrim sənə. Həmçin, ne olur? Buyur, bu da sənə bir sürpriz, priz gətirmişəm. Hə, yox, çox sağ ol, çox sağ ol. Belə söhbətdən sonra mənim prizim ağzım deyil. Prizi istəmirsən, onda 1000 manat pul verirəm. Ya prizi götür, ya 1000 manat götür. Hə, yox, yaxşı deyil. Hə, sən zulümlə, əziyyətlə qazansan, qaynaram demişkən. Mən prizi götürərəm, prizi çox sağ ol. Yox, biz prizi ikisindən tutmamışıq, tapmamışıq, gətirməmişik ki, biz bunu elə, sən priz deyək kimi 2000 manat ya da priz. Prizi götürürəm, mən çox sağ ol. Yox, bir dəqiqə dayan. $5000 manat. 5000 ya da priz. 5000 ya da priz. 5000 manat əlbəli verirəm ya da priz. Bir dəqiqə. Gəl sana 5000. Yox, mən priz götürürəm. Yox, bir dəqiqə. Bir dəqiqə, əlgi çay. Priz mənimdir. Bir dəqiqə. 5000'ə yox deyirsən? Yox deyirəm. Prizi istəyirsən? Priz istəyirəm. 10.000 manat, məhəbbət. 10.000 ya da priz. 10.000 ya da priz. 10.000. 10.000 əlbəl verək. Priz sən qismətli deyil. Yox, sən mənə 10.000 elə belə verməzsin. Priz elə belə deyil. Priz. Tərs deyil, tərs. Priz. 20.000 manat verirəm bu dəqiqə. Xeyrin olsun, bərəkətin olsun. Prizi götürəm. Yox, bir dəqiqədən. 20.000 ya da priz. Seçim sənin. Bir dəqiqədən. Sən mənə elə belə priz verməzsin. Sən şikalin nəvəsin. Sənin adın, sanın, familiyan, soyadı hamısı üstündədir. Mən ona görə də prizi götürürəm. Məhəbbət, 20.000 manat əlbəl bu dəqiqə deyirəm, gətirib verirlər ya da priz. Bir dəqiqə deyəm, bir dəqiqə. Bir də axırınız dəfə deyirəm, qardaş. Yəni biz Sən neçə minlik maşın sürsən? 130.000. Sən elə belə bu prizi gətirməlisən, özə yüngüldür. Deməli içində... Priz! Priz! Priz? Priz! Halal olsun, sən qismət doğlansan. Priz! Sən elə belə oğlan deyilsin, sən məndən qohum olubsansa qismətdir sən. Bam! Bu Sevdayla sənin toy diskini götür, diski götürmə. Toy diskindir. Buna hər gün axşam bax, bir də cici yuxular görmə. Çatdı fikrim sən, ağlını başqa yığa! Baxarsan, kutumda götürəm mən getirəm. 20.000'ə dəyər. Dəyər. Qutunu hara aparsın, çoxsa qutunu saxla, qutu bundan bahalıdır. Bacanağın mətləbə də bir prizim var da, qardaş.
deyirəm, qəşəng bir dənə baxım görüm elə, mən də bir karateci kimi göstərim də bu tulkanı necə başda qırırlar. Hamısı var. Burada eləmə. Ala bu pulu, get çöldə sındır. Gedim də, gedim. Baxın ha, görün necə tulka qıran oğlanlar var başda. Ne oldu? Ne oldu benim anamı sepe ha? Hani da benim anamı sepe hani? Ha, dur. Aldım ha. Narahat olun. Allah Hiç getirin. Ayana gel. Gel ayana. Ben yaxşı adamam ki bu sefer göre sizi polise vermedim. İşte gel senin boyun bağını boğazına bağlayayım kadınım. Boşum ödüm. Bunu boynunda saxla ayana. Dünya ələyir dünyada. Hər cür oğru adam var. Oğruyarlar, eləyərlər. Hamı bizim kimi halal deyil ha. Biz deyirsən başına dönüm. Ama ne olacak ki o muhattık bujiteriyadan niye ondan öteri dert çekirsen başına dönüm. O muhattık bujiteri. O matıq müşteri olmağına baxma ama 2000 matıq sep kimi parlayır. Abbas, vay Abbas. Burayı gör. Bəli balıqlan bəli. Sən belə elə, bir dənə mənim üçün qəşəng seygah oxu. Başa düşdüm, narahat olma. Problem değil, buyur. Ged o. Bir də. Hayır, bəsindi, ged o. Onda bir dənə mahnı var. Ay. Balıqlan mənim. Buyur. Sağ olun. Balıqlan mənim, elə bir mahnıdır ki, yəni pulun olanda sənə necə münasibət bəsləyirlər, pulun olmayanda necə münasibət bəsləyirlər. Belə bir sevgah oxuyum. Oxuyum deyirəm. Oxuyum. Bəlkə də oxu da. İnəm ay balıqlan mənim. Pulun olanda qohumlar səni balasına kirvə tutuyor. Pulun olmayanda heç səni küçədə iprə tutmur. Pulun olanda hər məclisdə dediyin sözə gülürlər. Pulun olmayanda məclisdə səni çizdirib bir kola tutub şənlənirlər. Ay balıqlan mənim, pulun olanda qaynanan əlində dolma qabağına qaçır. Pulun olmayanda qaynana evdə dava salıb hərdən yatır. Zəngülə qırım deyəni balıqlan mənim. Ya, xırdam yoxdur. Burada yoxsa bağlam, sözsüz. Talih, sən necə hayasızlığına salıb anayın 10 manatlıq bijuteriyasının əvəzinə bizə 2000 manatlıq qızıl sep aldırmısansa, elə eləmə ki, mən də hayasızlığıma salım. Ver sepi bura, ver! Zeynə xala, bizi əsəbləşmə Zeynə xala. Zeynə xala, mən hələm ölməmişəm ki, mən olan yerdə qaynanam hayasızlıq salsın. Hüsmət, sən bir dayan. Dayan bəsdir.
Arzunun nişanında ona 2000 manatlıq qızıl almışdı ki, indi biz bəstiyə 2000 manatlıq qızılı keçək. Hə? Bir dəqiqə dayanın. O tərəflərə getdiniz, çıxdınız. Buradan hidromasiyoniye, narahatsızlıq əmrə gəldi. Elə deyil. Arzu, bizim nişanımızda sənin boğazındakı o tros qızıl sef var idi. O sef deyildi. Bəs nə idi? Qadanalım. Bizim nişanımızda. Bəli, anam sənin boğazına sef taxdı, sən də kövrəldin, ağladın. Mənim boynumda qızıl sep vardı inşallah. Bəli, bilək yoğunluğundaydı, bax belə bir şeydi. Biz elə-belə nəslin nümayəndələri deyilik, qadanalım. O, mən bunu babamla qalmış. Şıxalı babamın elə bir atası Aj Əlamdardan qalmışsa. Mənim boynumda sep görürsən? Burada sənin heç qulağında sırğa da yoxdur ki. Sən orada niyə belə ağlayırdın? Pərt olub ağlayırdın. Biz anam əli bəlkə adamdır. Amma sül vaxtlarım idi, bığa bax. Mənim niyə bığım belə olur? Çobanlıqda da bir şey olmamışım. Qocaltdınız məni. Ay qoca, sefimizi qaç. Anne sana sabırlaşmayayım o. Görmüşsən qaynanamla söndürəşlər. Sənə dəxli yoxdur, otur yerində. Başla canım, başla. Bir dəqiqə dayanın. Bir dəqiqə dayanın. Mən əslində bayaqdan bir oyun oynuyordum ki, sizin də axırda maskalarınız açılsın da, görüm o bir sözünüzü. O da şükür, oyun başlamaz maskalarınızı göstərdiniz. Qadanalım. O sep, anam taxtığı, bujiteriya deyil, həqiqi qızıl sepdir. Prosta biz özümüz sadəlik üçün elə dedik ki, bujiteriyadır. Anamı bilmirsiniz, sadə səmimi bir xanımdır, evdar kadındır. Ayıbdır, ayıbdır. Ayça. Ata, bax, mənim də artıq sənin kimi sepim var. Divarın altından tapmışam. Baxın mənim balam. Tobu yoxdur. 10 manatlıq bijuteri. Al bax Arzu. Nağ tapdın, oğlum, nağ. Tali, Haydi. gələ bu bijuteriyanı, get bizim 2000 manatlıq qızılımızı gətir. Get. Mən buna anamın boğazında şu qızıl çıxardım, bunu nətər taxım? Siz mənim anamın xəsiyyətini tanımırsınız, anamı tanımırsınız. Məni də yaxşılarsan, get səpi gətir, get. Yatmırsın. Lay lay. Yatma, saç dur orada. Ben qorxuram. Bu baloğlan Lataryanın pulun birinci götürdü, onu da xərclədi. Gələn ayda mən almalıyım. Girin birdən bu bizə Latarya. Sən də danışsın, hə Teymur? Atarına da. İndi mən bir dəqiqə baloğlana borc haqqında mahnı oxuyum, o bilsin ki, borcu verməsə onu neyniyərik? Sarılayım buna, soxur görək. Balaqla müəllim, verin bəlkə bu incəsənət xadiminin də döş cibinə bir sarı əllilik verəsi bir borc haqqında mahnı oxuyum. Borc haqqında? Bu borc elə mənim
En yaralı yerim de anası. Oku kardeşim, oku. Okuyum. Oku. Okuyum. Ha, Okuyum. ha, oku da, oku. Oku. Kohum geldi kapımıza, borcusun ağız açtım. Borcun üstten bir il geçti, puldan haber çıkmadı. Haber verdim, zengeledim, zenge cevap vermedi. Mesaj yazdım 3 nokteyle, yine cevap gelmedi. Senle yüz yüze gelsem, nanay nay nay nanay. İki kelime sözüm var, nanay nay nay nanay. Borca bir de pul versem, nanay nay nay nanay. Çoktaki kohumum sen, nay nanay nay nay nay. Senle yüz yüze gelsem, nanay nay nay nanay. İki kelime söz diyeceğim, nanay nay nay nanay. Bir de borca pul versem, nanay nay nay nanay. Çoktaki kohumumsa, nay nanay nay 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 nay. Balıkla. Ha balıkla. Ha, Orada çölde sana arvatlar soruşurlar. arvatlar? Ha, gel gör ne deyirlər. Ne arvatlar? Bilmem, gel baktı gel özün soruş. Balıqlar, hara qaçırsan? Birinci ayın loteriya pulunu alıb 6 aydır qaçırmışsan biz sənə axtarıq. Elə bir pulu biz səni taxa bilmərik. Ay hanımlar. Pulu qaytar. Ay hanımlar, bu bizden de latar oynuyor. Bizden de al, pulu Öteki qaytar. birinci ayında pul lapar. Bizi de anladım. Səni buraxmayacaq, pulu Gördün, qaytar. Abbas başımıza ne geldi? Ha Teymur, bunları deyə bilmərəm. Sən niyə acıqlanırsan? Öz pulunuzu özünüzə xərcləmişsən be. Xərcləmişsən. Bir dəqiqə şey var. Dur qırağa. Bu dəqiqə mən karta ilə tulkanı sənin başında görəcəm. Ben neydi? Ben ne kadar çalıştım anam boynuna sep açabilmedim de. Kim açabilir ki etsin açsın. Terdeyse be. Ev yoxdur. O indi bəslik alacaqsın, mən onun boynundan sep açaram. Ged Heç sən açırsan, sən bəstik alan boynundan çepiyi. Sən gedib onun boynuna əl vuracaqsın, ayıb diye. Doğrudan ha. Ni в коем случае, ha kısmet. Sen kimsen ha? Adını sepaşma koyup elini benim anam boynuna vurasan ha? Ne deyirsən o? İsmət, sən çəkil bu yana. Başla deyirəm. Tali, Nə? dəxli yoxdur. Ananın boğazından sepi açıb qaytar bizə. Yoxsa səni el eləmə polisə verim ha. Eşitdin? Yo inanırım sen ben polise verersen. Ben seni tanıyırım. Yani yeni indi anam gelsin bu söhbət baştan açaram. Gelsin. Söhbət eləyərəm. Sepi alıp qaytarırım. Ay kardeş bu ne? Al qaytar. Gel nene kurban yoruldu öldü. Ört kapını kadına. Ört. Nene. Narahat olmayın ben yoluyum. Aynen. Her şey baştan danışıyorum öyle değil. Ne olsun? Sep söhbətidir. O sepana ayana sepana. Ne bileyim boşuna dönüm. Öyle ben de bloka çata gördüm ki sep yoktu. Yakın pazarda salı bitirmişim. Ne olacak kadın alım? 10 manatlık bujiteriyadı da ha. Öyle mi? 10 manatlık müşteri. 10 manatlık müşteri. 2000 manatlık sen miydin? Kaçın pazara işime. Ağıllı ol ha mehabbet. Ben seninle İngiltere'de görüştüm. Tatko 5000'i verim. Please. Yok please. Please. 5000'i. Please.
Siz mənidir. Toyğusun diskidir. Sevdan sən toyğun diskidir. Diska bax, bir də gijiş yuxular görmə. Başa düşdün? Bu toy diskizdən baxın, bir də gijiş yuxular görmə. Ağlığı başqa yığ ha. Tarih. Ha. Sənə dəxli yoxdur ha. Ya bir də... Ay. Lay lay beşiyim lay lay evimi